5 günlük dünyada 5 manat pula görə insanlar öz neçə illik münasibətini ayaq altına qoymamalıdır. Çörək, duz çörək kəsdisə bir insan birindən hörmət eləməlidir axıra qədər. Qorumalıdır o münasibət. Duz çörəyin dəyəri olmalıdır adamlar arasında. 5 manat pul söhbəti gələndən sonra hər şey pozulursa, bu çox böyük zəiflikdir insanlar. Çalışın ürək sındırmayın, çalışın haqq götürməyin boynunuza, cəmaatla ehtiyatlı olun. Hörmət eləyin, məhəbbət göstərin. Neçə il yaşayacaq dünyadakı hələ bir-birimizin ürəyini sındıraq? Nəyə görə, dəyərmi? Nəyəsə görə bir-birinin qəlbini sındırasan, ürəyini sındırasan. Ürək sındırmayın, qəlbi qırmayın. İnsanlara mərhəmət göstərin. Qaşqabaqlı olmayın. Xoş sözlə, bir dənə gülər üzlə o qədər qəmlər dağılır. Mən özümü burada tərif üçün demirəm, mən özümü yaxşı tanıyıram. Amma bunu keçmişdə də demişəm, bir nəfər mənə yazmışdı ki, bir dəfə elə gəlmişdim deyir, məscidə, ya küçədən keçirdim, məscidə gəlməmişdim.